Əcəb. Salam aleyküm, xoş gördük dostlar. Təşəkkür edirəm ki, bərnaməyə qatılırsınız. Yəni, icazənizlə mən bir neçə dostu dəvət edeyim proqrama. Sizdən də xahiş edeyim, share eləyəsiniz videonu, əgər mümkünsə. Görək ki, işimiz hara gedir. Ərz edeyim xidmətinizə. Dərsi başlamaqdan öncə deyim ki, mən burada indi bir neçə gündür ki, bu dərsləri deyirəm. Bir şeyə diqqət eləmişəm. Yəni, diqqətimi cəlb edir yavaş-yavaş. Özünə çəkir, diqqətimi çəkir özünə. O da bundan ibarətdir ki, bəzi hərflərdə türk adı çox azdır. Yəni, türklərin adı bəzi hərflərdə çox azdır, farslara görə yəni. Məsələn, mən baxırdım, Şində mənim Facebookda olan dostlarımı ki, məsələn, burada vururam ki, siz kilasa dəvət eləyən, məsələn, deyirəm, o gətirdiyi, Facebook gətirdiyi adamların içində görürsünüz ki, 20 nəfər gətirib, məsələn, bunlardan 4-ü türkdür, qalanı şin hərfində, qalanı şeydir, farsdır, ya ayrı bir dillidirlər. Bəzi hərflərdə də türk adı çoxdur, yəni türklərin adı çoxdur. Bu bir şeydir ki, bu elə neçə gündür hərdən yadıma düşür, deyim bunu dostlar bilsinlər ki, burada bir ittifaq da adam qeyri-müstəqim istəməyərək görürsünüz ki, görür və tanış olur belə bir şeylə. Tamam. Fikirlə bu qədər yetər. Bir dəfə də salam ərz edirəm. Güney Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 29-cısının 2-ci bölümün başlıq xəbər yazaq. Yenə də üzr istəyirəm, bu arxanı belə görürsünüz. Biz bir studio düzəltmə halındayıq, onun üçün də belə qatışıq görürsünüz. İnşallah gələn dəfələrdən bu iradda götürəcəyik. Mən bir-iki xəbər seçdim sizə, türkcə, biraz köhnə də xəbər olsalar, amma bizim dərsimizə, materialımıza dərd deyil. Bir xəbər əlan burada share edirəm sizinlə, linkini göndərirəm, lütfən xahiş edirəm, açın, bərabər oxuyaq və bərabər bunun üstündə çalışaq. Mən fikir edirəm ki, bura qoysam daha yaxşı bu günləri. Umarım ki, görək bu nədir. Mütəəssifənə bugün belə keçirməli yox. Mən çalışacağım ki, başlayayım bunları. Deyirəm, hər şey bu günləri ilə burada olacaqdır. Onun üçün də beləsi olacaq. Tamam. Birinci xəbərimizi təs icazənizlə dedik ki,
Oyan News web saytından götürmüşük. Bu xəbər 91-də yazılıbdır. 1391-də. Neyin yaxda? Yəni o qədər xəbər türkçə tapamıram ki, köhnə xəbərə getməliyəm. Biraz indi bizim ədəbiyyatımızda, köhnə xəbər deyəndə, yəni biraz türk ədəbiyyatımız biraz değişibdir bu müddətdə. 91-dən indiyəcən 5 il, 6 il geçir və bu 6 ildə türk ədəbiyyatımız çox inkişaf edibdir qaydətən və onu biz mütəəssifانه görəmirik. Cüneyt Çakır ilk sırada. İdman. İdman üstte yazılıbdır. İdman. İdman yeni vərziş. Bilmirəm Türkçesi nədir. Doğrusu desək. Amma bunun baxın daimən şey zamanlarından vərziş əslində ordudan çıxma bir şeydir. Və bizim tarixdə ordumuz olubdur. Elə türklərin daimən ordusu olubdur. At müsabiqəsi, nə bilim, küşdü, şəmşir savaşları, müsabiqələri olubdur. Yəni vərziş daimən olubdur. Yəni bu icbari bir şey idi orduya. Onun üçün bunun lüğəti, idman türkçədir ya yox, ya hardan gəlibdir, mən bilmirəm. Amma bunun demağı, budur ki, Oyan News'un bir dənə də bölümü var, adı idmandır, vərziş bölümüdür. O vərziş bölümündə Cüneyt Çakır ilk sırada. Ehtimalən Cüneyt Çakır bir adam adıdır, ilk sırada, yəni başda gələn adamdır. İndi bu nə karadır, nə vərzişdir, mən əslən bilmirəm. Mən mütəəssifانه vərziş ömründə işləməmişəm. Çox da göylüm var ki, hətta vərziş, məsələn, türk dilini vərziş deyəm, amma mütəəssifانه vərziş xəbəri ömrümdə yazmadığım üçün heç vaxtda bu adamları zıtları bilmirəm nədir. Ya istilahlarını çox bilmirəm. Aşağıda Oyan News 2 nöqtə Cüneyt Çakır. İndi baxın, o zaman ki gəlirik titridə Cüneyt Çakır yazmışdı. Orada əgər dırnaq arasına salmayıbdı, mühüm değil. Ama o zaman ki liv yazırıq Oyan News 2 nöqtə, yəni Oyan News deyir. Cüneyt Çakır, Cüneyt Çakır ehtimalən türk bir adam olmalıdır. Ya bilmirəm. Bunu gələk bu dırnaq arasına qoyaq. Bilafasilə, yəni həmən dırnaq arasına qoyulmalıdır. Bəlli olsun ki, bu xarici addır. Və biz bu xarici adı bütün insanlarımız, məsələn deyirəm, yazsaq Məhəmməd, hamı bilir ki, bu bir oğlan adıdır. Bütün tarixən bunu bilirik. Amma Əkrəm hamı bilmir oğlan adıdır. Çox yerdə qız adıdır. Mənim öz bir baldızım var, adı Əkrəmdir. Amma bir dostum var, oğlan da adı Əkrəmdir. Yəni bu adları onun qabağında beno-i gərək bilindürək ki, kimdir. Əgər bizim dilimizdə dəqiqə tanımlıq. Dünyanın ən önəmli Cüneyt Çakır, virgülü qoyubdur gözəl. Dünyanın ən önəmli, mən özüm də önəmlini belə yazıram. Baxın, önəmli. Yapışıq yazıram. Çünki bu bir kəlmədir. Oradan ki, mümkündür biz bir kəlməni yapışıq yazaq. Bu da dedim, dostlarımızın bir çoxu buna inanırlar ki, önəmli gərək, bu li gərək ayrı olsun. Mən nəzərimə yox, ayrı olmamalıdır. Heç qaidəmdə yoxumdur buna deyəm ki, niyə? Məsələn, mən əlamət cəmləri bilirəm, ayrı yazarlar farsıdan. Ha filan, ha ayrı yazırlar. Amma bizim şey, məsələn, deyək ki, onlar. Bəziləri yazırlar, deyir, onlar. Belə yazırlar. Mənim nəzərimə bu yaxşı deyil. Əlbəttə, bu biraz da yaxın olanda bu onlar, arada bu arası az olanda gözəl görsənir. Amma mənim nəzərimə
bizim dilimizdə bunu yapışıq yazsaq, bizə dahi ədəbiyyatımıza dahi yaxşı olar. İllədir bu ki, dostlarım bir çoxu bunları ayrı yazırlar. Budur ki, deyirlər, bu gözəl görsənmir yapışıq olanda. İlləti gözəl görsənmək odur ki, o qət yazmamışıq, gözümüz adət eləməyib gözəl görsün. Almani dilində, Alman dili bilirsiniz, bir yazı, bir kimi bir şeydir, çox fəlsəfi dildir və çox da xəşin dildir, yəni qaba dil, beləsi deyək. Bu qaba dil, mən bir terim Almanı oxumuşam, indi kitab olsa bəlkə oxuyaram. Yəni bir az oxuyaram, çox da yox. Amma məsələn burada o zaman ki istəyirlər bir dənə tərkib yazılar, hamısını bir-birinə yapışdırırlar. Yəni bəzən görürsünüz ki bir dənə 35 dənə hərf bir-birinin dibində bir kəlmə hesab olur. Bizim dilimizdə də beləsi var da, məsələn göndərilmişmiş. Eyni onu elə göndərilmişmiş ayrı yazmırlar. Elə onu bir-birinin dibində yazılar gedir. Mənim nəzərimə gəlir ki, biz bəzi şeyləri farslardan götürməyək, özümüz yaradaq və bilaq ki, gözümüz də bir müddətdən sonra adət edəcək, gözəl görəcəkdir. İndi yazdı ki, Johnny Çakır virgül dünyanın ən önəmli davərlik saytlarından Futbol Referee'nin Şampiyonlar Ligi finalını kim yönetsin? Anketində ilk sırada bulundu. Bir daha uzun cümle yazıp değil. Ben bunu tüm okumamışım, hiç bilmiyordum da gördünüz ki biraz da yaxına geldim ki bence bunu görün, biraz da yekəldim ki daha rahat görün uzaktan. Deyir ki bu adam dünyanın en önemli davərlik saytlarından dırnağı, yadınızda qalsın, burada dırnağı biz həmişə beləsi qoyarıq. Baxın dostlar, dırnaq nəmənəni salacaqdı dırnağın arasına. Bu kəlməni istruq salaq. Ya beləsidir, ya beləsidir da. Yəni iki dənə xətdir. İki cürədir, üç cürədə deyil. Bunu vuranda bu o kəlməni qucağına alacaqdır. Baxın, qucaqladı. Bununla bu qucaqladı. İndi bəzən bunu iki dənə d kimi yazırlar, bəzən də beləsi yazırlar. Bu da əksərən beləsidir. İngilisi də bunu biraz üsluqla vururlar, beləsi edirlər. İngilisi də biraz üsluq olur, amma beləsi olur. İki dənə xət gəlir bir-birinin dibinə, fərq eləmir. Bu amma onu alır qucağına. Yəni o kəlməni ki salacaq bunun içinə, onu alır qucağına. Bəs bunun ağzı bu tərəfə ki açılır ki o girə içinə, bu tərəfdə ağzını yumur ki qalsın içəridə. Futbol Referee'nin deyə bir şey yazıbdır. Futbol Referee'nin. Bəs bunu yazarıq. Ben bunu burada sileyim. Futbol Referee'nin üstünde danışaq. Əvvəl bunu açarıq. Futbol Referee'nin. Bunu bağlarıq. İndi orada bir tane in vardı. Referee'nin. Əgər bunu beləsi qoysaq, yazsaq olar, yazmasaq da olar. Amma beləsi də olar. Yəni bir xətt çəkək qoyaq ki, bu onun davamıdır. Amma beləsi də olar. Yəni bu xətti qoymasaq da olar. Dostumuzda o cürüsü yazıbdır. Referee'nin. Amma bunu tüm qələt qoyubdur. Elə ki, bu im gelibdir şeyin altına, dırnaq arasına düşəcəkdir. Elə bir şey saytları, davərlik saytlarının ki, yaddan çıxıbdır. Əvvəli axirin bağlayıbdır. Bu olmayacaqdır. Ring, şampiyonlar. Şampiyon yeri qəhrəman. Qəhrəman. İstanbul'da da elə buna qəhrəman deyirlər. Qəhrəmandır. Şampiyon da deyirlər. Şampiyon, şampiyon, champion İngilizcə.
Fransa'dan gəlmə fikirə bir lüğətdir bu. Fikr edirəm. Çünki şampiyon deyilir. Yəni, həman qəhrəman. Bu qəhrəman nə olub? Niyə biz qəhrəman yazmırıq, yazırıq şampiyon? Çünki Türkiyədə deyirlər, Türkiyədə də bunu xarici deyirlər. Və əxirən, Allah səlamət eləsin, bu prezident Erdoğan, mən sevdiyim Türk prezidenti, gərək deməyədim, çünki bir də bəlkə bundan xoşu gəlməz, amma mənə xoşum gəlir hər halda. Erdoğan idi, hətta son danışıqlarında deyir ki, biz niyə Türkü danışmırıq? Bunları gəlib dəyişdirək. Mənim nəzərimdə çox böyük bir iş başladı. Şampiyonlar, daha o dediyim zar, baxın, şampiyonlar. Mənim nəzərimdə zar yapışmasına heç müşkil icad ediləməz. Final, indi baxın, final məsələsində bir yenə də xarici sözdür, şampiyonlara tay. Yenə də bunu deyim. Biz şampiyonun yerinə qəhrəman yaza bilirik. Qəhrəman həm bizdə var, həm Azərbaycanda var, həm Farsda var, həm şeydə var. Və bilmirəm ki, ərəblərin qəhrəman ərəb sözüdür ya yox, onu bilmirəm. Final, yəni son mərhələ. Ya ən axir mərhələ. Niyə biz bunu, məsələn, özümüz buna bir şey yaratmırıq? Yaradaq. Biz ki, vərziş bir istilahdır, bunu yaradaq. Yəni, bu elmi bir istilah deyək ki, bu bir vərzişi bir istilahdır. Özümüzün də varımızdır, görək, onu qoyaq onun yerinə. Son mərhələ, son. Kim yönətsin? Buradan bəlli olur ki, əlaməti sualmış qoyub ora. Sual işarətin qoyub bura. Bu soru işarəti deməkdir ki, biz bu cümləni oxuyanda gərək ki, bu sorunu alaq. Türk dilində soru işarəti qoymasaz da cümlə sualı olar. Eyni İngilisi kimi. İngilisi dilində soru işarətini qoyurlar. Amma qoymasalar da, məsələn, who, how, səs bu özü yazılanda elə yəni bu cümlə sualidir. Ya məsələn, köməkçi feillər əvvəldə gəlsə, yəni cümlə sualidir. Am I? I am-dir normalda, əgər am I olsa sualidir. İndi, Türk dilində də eyni odur. Türk dilində cümləni suali eləməyə ehtiyacı yoxdur ki, işarə olar. Fars dilində məsələn deyir ki, məsələn, falan karı میکنید تکریر میکنید qaşlarında cəhd bozuyəsən biraz. Şuma falan kar انجام میدهید o səslə, tonu səslə sual olmağı göstərir. Azərbaycan dilində bir çox elmi dillərə tabi. Səslə deyil. Yəni, biz indi səslə soruşuruq. Gedirsən, getmirsən, getdim ha. Orada görürsün, ha əlaməti təəccübdür. Yəni, bağışlayın, əlaməti budur ki, mən gedirəm. Bu bunundur. Amma getdim işarə əlaməti. İndi Türkçədə buna bir dənə mi qoyur. Mi qoyur. Bəlkə mən bunu biraz yaxın yazım ki, düz gəlsin. Bir dəfəki qələt oldu. Bəzən mən beləsi bir çırıqlığa düşərəm. Hamısını sizin rahat olsun. Get, din, mi. Mi ki gəlir, mi gərək ayrı yazaq. Mi hangi sözdən sonra gəlirsə cümlədə, o sözü cümlədə təkidən o sözü sual edər. Məsələn, getdin mi? Yəni getdin.
İndi sen mi getdin? Yani orada 2 nəfər gedibdi. Ya 2 nəfər var. Soruşur ki, sen mi getdin? Yani sen getdin yoksa o birisi adam getdi. Ne üçün mi getdin? Yani o ne üçünü soruşuruq. Şeyi soruşmuruq. Yani təkid bu mı əlamə həm soru əlamətidir, həm də şey verir. İndi görək bu cümlə o sorunu bize getirir ya yok. Johnny Chucker dünyanın en önemli daverlik saytlarından Futbol Referee'nin Şampiyonlar Ligi finalini kim yönetsin? Ne oldu? Anketinde ilk sırada bulunur. Bellidir ki haber gələtti. Bu haber. Yani sualini biz orada görmedik. Orada bir söz yazmıyor ki onun içine sual çıksın. Dünyanın en önemli daverci saytlarından Futbol Referee'nin Şampiyonlar Ligi finali kim yönetsin anketinde ilk sırada bulunur. Tamam. Bu bir tane bir gələt bir iş görübdür. O gələt bir iş budur. Gerek yazıydı ki Johnny mesela ben olsaydım böyle yazardım. Johnny Chucker futbol ya daverlik saytının birincisi oldu. Bu o ilk sıradaki yazmıştı. Evvel onu böyle yazardım. Johnny Inc. daverlik sitesinin birincisi oldu. Ya daverlik sitesi anketinin birincisi oldu. Doğrusu bu dişi yazıyorduk beləsi. Ama elə onda yazsaq ki, Johnny Inc. daverlik sitesinin birincisi oldu. Bu titrimiz olardı. Lidimizde de yazardık ki, daverlik sitesi, mesela adı Futbol Referee'dir. Umarım ki bağlanmamış olsun. Bağlanmamış. Futbol Referee sitesi bir anket koyup o ankette Johnny Chucker başta gelir. Çok bir əcibə bir cümle kuruptu. İdi anket ne demekti? Anket yani soru. Bir sıra soru. İran'da nəzərsənci deyirlər. Farsça. Nəzərsəncidə əvvəl olubdu. Anketin yerine təhqiq sözü də yazmaq olar. Anketin yerine nəzərsənci ki farscadır. Bu var. Anketin yerine sorgu ya sorgu, sorgular, böyle bir şey demek olar. Yani belki bizim dilçilerimiz bir ana buna söz düzəldirlər anketin yerine. Çünkü anket özü bir məxsus bir təhqiqi rəvişdir. Bunu da rəvişi təhqiqi oxuyanlar bir türkçe kitap yazsınlar, o da ortaya çıkar. Johnny Chucker dünyanın en önemli daverlik saytlarından Futbol Referee Şampiyonlar Ligi finali kim yönetsin anketinde ilk sırada yer aldı. Burada istir bunu diye. Yani evvelden ahire istir fikirlerle de hemen üstleşin. Deyir ki bir tane sual soruşublar ki kim yönetsin Şampiyonlar Ligi'nin, Qəhrəmanlar Ligi'nin kim yönetsin? Böyle bir sual soruşurlar. Bunun içinde bu adam əvvəl gəldi. Çok mühim bir xəbər deyil. İlla ki, deyək məsələn, bu bir türk adamdır. Onun türkçülüğüne göre. Daverlik dünyasında saygın bir yere sahip olan saytın anketinde yer alan diğer daverler Alman Felix Bridge, İtalyan Nicola Rizzoli ve Slovenya'dan Damir
iskomina. Xəbər vərzişi xəbərə bənzir, amma deyil. Elmi xəbərə bənzir, elmi deyil. Çox bir şey yazılıbdır. Davərlər seçiləcək olmuşlar. Bunu şey eləyib ki, davərlik dünyasında saygın bir yerdə sahib olan saytın anketində, yəni güya ki, gəlir bu adam, xəbər miqrar, baxın, burada iki iş gördü. Saygın kəlməsinə diqqət buyurun. Bu xəbəri yazan dostumuz hardan bilir ki, bu saygın bir saytıdır ya yox? Ya o birilər saygın deyil. Buna deyirlər sifət-i qəzavəti. Yəni biz qəzavət edirik, hökm veririk ki, bu sayt saygındır. Sabahları bu sayt bir şey yazsa Türk'ün, Azərbaycanın ziddinə saygınsız olacaqdır. Onda deyənlər buna. Bizim həqqimiz yoxdur. Adamlar üçün və ya yerlər üçün, falanlar üçün bir kəlmələr qəzavət edirik, hökm veririk ki, sonra onu sındıranda özümüzü də sındıraq. Bəs jurnalist bir tərəfliği buradadır. Burada saygın kəlməsini yazmayacaq. Bizə nə? Deyək ki, məşhur, məruf, benam. Yəni, o şey ki, bir dənə saytdır. O birisi saytlardan biraz çox adam var ya yoxdur. Elə bir yazaq, məsələn, bir belə üzüm var. İndi, ikinci iştibah ki, mən burada zehnimə gəldi sizin üçün deyəm, saytın anketində yer alan digər davərlər, indi davərlərin adları yazır. Diqqət buyurun. Davərlərin istiradlarını yazsın, gərək belə eləsin. Virgül yox, nöqtə virgül. Davərlər, Alman Flixbridge yazacaq da Almandan. Çünki Alman Flix, mən dedim, Almandan Flixbridge, İtalya'dan Nicola Rizzoli ve Slovenya'dan Damir Iskomina. Eğer bunların adlarını salsaq Türk xarici addır. Mesela Almandan sonra gerek bunu salaq şeyin arasına. Almandan dırnaq arası falan, İtalya'dan falan, Slovenya'dan da falan. Bunun arasına koyacaq ki, həm məmləkət ilə ayrılsın, həm də xarici ad olub olmamağı müşəxəs edirik. Normalda %99 biz o xarici adları, xüsusən farslıda olsa, ərəbdə olsa biz onları dırnaq arasına qoyub göstərməliyik ki, insanlarımız eləyə bilsinlər, rahatca fərq etsinlər. Bu bir dənə xəbər ki, çox şeyi bizə sual altı idi, əlamət idi. İkinci xəbər ki, qoyuram bura. Xahiş edirəm bu xəbəri də atın. Bu da köhnə xəbərdir. Bu TRT-dən götürmüşəm. Mənə bir ərzişi var. TRT, yəni Türk Radio Televizyonu web saytından götürmüşəm. Türkçədir, ərəb əlifbasında yazılıbdır. Bu sayt hərfəyi bir saytıdır. Yəni, hər halda Türk Radio Televizyonunun 60-70 il sabiqəsi vardır. Bunun üçün də çox önəmlidir. Xəbər taza xəbərdir. Əgər iştibah eləməsəm, 18-ci ilin taza, yəni dünən İsra günün xəbəridir. Bu cəhətdən mənə seçdim sizə görəsiz. Türk sınavına başvurular artdı. Türkçə, məzəl edirəm, Türkçə sınavına başvurular artdı. Mənim nəzərimdə bunu iştibah yazıldı. Türkçə dil sınavına, Türkçə əlbəttə özəli dil məsələsidir. Düzdür, bu düzdür. Amma biraz mənim nəzərimə şey gəlir, münasib gəlmir, cümlə çox gözəl gəlmir. Türkçə dil sınavına başvurular artdı. Nəzərimə yaxşı gələr. Amma Türkçə sınavına başvurular biraz elə bir şey. Məsələn, Türkçə yəni burada dil olmayanda o dilin sınavıdır. Yoxsa ayrı bir şey değil. Bir de bu Türkçe yazıldığı için, yani özü Türkçe yazılı, Farsça yok. Türkler bunu okuyanda
confuse olur, yəni qatışdırırlar. Nə oldu? Yəni nə mənə türkcə sınavı? Amma türk dil sınavına başvurular artdı deyəndə bəlli olur ki, türk dilinin bir dənə TOEFL var məsələn. Ona başvurular artıbdır. Başvuru iki kəlmədir. Başvuru. Bu iki kəlmədir. Bunda bir tərkib estir eləsin. Bunun üçün bunu buna yaxınladıbdır, amma yapışdırmayıbdır. İki kəlmə olsun. Bu xətti qoysaq elə iki kəlmə hesab olur. Evet, mən burada biraz da bunda aralı yazmışam. Bu mənim qələtimdir. İştibahdır yazmışam. Başvurunun kəlməsin belə yazsaq nədir olar? Məsələn, yazaq ki, bir kəlmə istiruq eləyək da, deyək ki, başvuru. Bəlkə bunu dostumuz buna görə, o yazan dostumuz buna görə ayrı yazıbdır ki, başvuru. Bu, yəni, məsələn, biraz nəzərinə gəlibdir ki, yapışsa, iki kəlmə kimi görsənməz. Mənim nəzərimdə o zaman ki, başvuru bir kəlmə hesab olacaq, bərabər yapışsa, tərkibli imkanı olsa, yazılsa, heç işqalı yoxdur. Bu da başvuruya görə mənim nəzərim, əlbəttə dedim, bunları dilçilər gəlib danışarlar və bunlar dilçilərin məsələsidir. Mənim məsələm deyil. Yunus Emre İnstitutusunun, Yunus Emre gedəcəkdir dırnaq arasına. Yunus Emre İnstitutu. Enstitüsünün özü də gələcək bura. Sonra Yunus Emre İnstitutusunun xaricilərə yönelik Türkçe yetenek sınavı 13 janviyə cümə ertəsi günü getiriləcək. İndi əvvəl gərək Yunus Emre İnstitutusu gedə bura, ya xət çəkər, sonra yazar nun, yəni onun davamı. Bir zərrədə bundan ayrılması nəzərimə gözəl gələr. Yəni dırnaqdan ayrılması gözəl olar. Amma olmasa da dedim olar. Amma gərək olsun, yəni yazılsın. Yəni bu dırnaq arasında gərək qoyulsun. Mutlaq bu nun bunun adı deyil. Nun institutusu. Bura addır. Nun addan eşik olduğu üçün bunu eşikdə saxlayırıq. Onun üstündə xət qoysaq arasında gözəl olar. Xaricilərə. Xarici sözü özü ərəb kəlmədir. Onun yerinə yabancı işlətmək olar, özgə işlədilir ola bilər. Bizim dilimizdə özgə sözü var. Farslar biganə sözünü işlədirlər. Xaricələrə yönəlik. Yönelik, yəni mütəvəccih, nisbət və anha. Yaxşı, imtihan xaricilərə yönelik olarmı, yoxsa xaricilərdən alınarmı? Yönelik olanda, yön necə yoldur? Yön tərəfdar caddənin yönü, sağ yönü, sol yönü. Yaxşı, indi xaricilərə yönelik, yəni xaricilərə tərəf dil. Biraz burası da mənim nəzərimə bu yönelik sözündə biraz cümlədə düz gəlmir nəzərimə. Xaricilərə Türkcə yetenek. Yetenek yəni çıxar. Yetenek. Beləsi də olar, əlbəttə yapışıq da olar. Dostlarımız da mən nəki burada şey eləmişim. Bəli, şimdi qələt yazmışam. Yetenek sözü çıxar da ola bilər. Bir də yetenek indi çox hünəri cənbəsi var. Yəni adamın məsələn deyirlər yetenek müsabiqəsi, sinemada, nəqqaşda falan da bilmirəm, türkçədə bunda yeteneki də
məsələn, imtihanda ki, eləmək olar, yox. Amma elə bunu bir dəfə deyəm, imtihanda deyə bilirik, sınav elə desək həman olacaqdır. Yunus Emre İnstitutunun xaricilər üçün Türk dili sınavı 13 janviyyədən sonra həmən bir nöqtə virgül qoyacaq. Çünki istiyoruz cuma. O da cumadır, cümə deyil. Cuma. Bizim dilimizdə cumadır. Mən də bunu qərət yazdım. Bizim dilimizdə cumadır. Cumə Farsca və ərəbcədir. Bizim dilimizdə cuma var, cümə yoxdur. Biz hətta cümə demərik. Bizim dilimizdə eyni ağırdır. Onun üçün biz bunu, məsələn, demirik ki, cuma demirik. Diyoruz ki, cuma. Cum'e də demirik Türkçədə hətta. Cümə demərik. Farslar biraz bunu yumuşaq deyə bilər, cum'e. Yumuşaq deyirlər əlbəttə. Biz biraz ağır dedik indi. Cuma ertəsi, yəni hətta yeni şənbə günü. Cuma ertəsi özü də gündür da. Yəni cuma ertəsi bir günün adıdır. Yəni şənbə. Günü ehtiyac yoxdur da yazaq. Cuma ertəsi özü bir günün adıdır ki, adı şənbədir. Biz Farsçada bizdə fikrim süddür. Cuma ertəsi ehtiyac yoxdur burada günü sözü yazaq. Günü. Çünki günün özünün adıdır. Ehtiyacı yoxdur yazaq. Getiriləcək. Yəni bir imtihan alacaqlar xaricilərdən tapıl kimi bir şeydir. Yenə də indi bunu gəlir Lib yazır. Libdə yazır ki, Yunus Emre İnstitutunun yenə də həman şey var. 35 ölkədə 41 nöqtədə eş zamanlı düzenleyecek ki Türkçe yeterlilik sınavına başvuru nisbəti ötən ilə müqayisədə %60 artdı. Gözəl, yəni Libdə çox qısa yazmışdı, onun məlumatını verir. Əlbəttə bir də məlumat izafədir, onu gərək verməyəydi. Yunus Emre İnstitutunun 35 ölkədə 41 nöqtədə burası izafədir. Amma burada müzəsi yaxşıdır. Deyəcək ki, Yunus Emre İnstitutunun Türkçe yeterlilik sınavına ya Türk dili sınavına başvuru nisbəti ötən ilə müqayisədə %60 artdı. Gözəl. İndi ondan sonra bizi xəbərdə verərdi ki, Yunus Emre İnstitutunun 35 ölkədə 41 nöqtədə nümayəndəsi var ya şeyi vardı ki, əş zamanda, yəni əş zaman, yəni eyni zamanda, bir zamanda hamıdan imtihan alınır. İndi məsələ budur ki, bu əş zaman doğru ola bilməz. Əş zaman nə demək? Əş zaman yəni demək ki, hamı Türkiyə vaxtı ilə məsələn saat 9 bağışlayın. Mən bu günləri hər şeyi bir izafi bir şey yazacağım. 9:30 dəqiqədə şənbə günü, yəni həman cuma ertəsi 9:30 dəqiqədə Ankara vaxtı ilə başlayacaq. Bu bunu deməkdir ki, eyni bu saatda İranda, eyni bu saatda Əfqanistanda, eyni bu saatda, yəni 9:15 məsələn İranda olacaqdı, 10:15 bağışlayın, 9:30 olacaqdı, 10:30 Əfqanistanda olacaqdı, 11:30 Pakistanda olacaqdı, 12:30 Hindistanda olacaqdı, 14:30 15:30. Yəni əks zaman olmadı. Hətta məsələn geçsək Asiyanın o birisi məmləkətlərinə mümkündür ki, gecə yarısı olurdu. Peki əks zaman olmayacaqdı. Və olmaq imkanı da yoxdur. Amma ola bilər ki, məsələn, bir gündə bu olsun. Bu əks zamanı ona görə gətirdim ki, biz kəlmələrə çox diqqət eləməliyik.
İkinci paragraf Yunus Emre İnstitutunun xaricilərə yönelik Türkçe yetenek sınavı 15 Janvier Cuma ertesi günü getirilecek. Tikrar eləyibdi bunu. Üstə lidi yazmamışdı. Bəli, üstə lidi oxuduq. Dubara lidin yerine bir ayrı bir şey. Aşağıda tikrar. Mənim nəzərimcə burada 3 dənə əslində baxsaq paragraf var. Bir paragraf, 2 paragrafda əksin altındadır. Bir paragraf əksin üstündeydi, 2 paragraf altındadır. Bunlar üst-üstə 3 dəfə tikrar eləmək insanı yorar, bu işi görmüyor. Türkçenin uluslar arası miqyasda, bakın miqyasda elə yapışıqda, ağzımızda elə yapışıqda, o cürsə miqyasda yapışdırarıq. Çox yerdə bu da yapışır, bəzi yerdə yapışmır. Məsələn, deyirik ki, onu gələndə də gördüm, gedəndə də görmüşdüm. Orada belki ayrı yazmak imkanı var ama bu tür bir yerlerde çok yerde yapıştırmak imkanı olsun. Türkçenin uluslar arası, yani Türk dilinin ulus eğer iştibah eləməsəm şeydi, Türk lüğəti değil ya Türk lüğətidir. Bu bilmirəm, bunu danışmayayım. Çünkü fikirlər ki, ulus bilmirəm, qalsın. Uluslar arası hər halda beynəlmiləl deməkdir. Beynəlmiləl ulus da fikirlərəm şey deməkdir, nəsl deməkdir, ya qan deməkdir, belə bir şeydir. Türkçədir, elə bir Türkçədir. Ama milletler arası, yani ulus burada olanda millet arası olur, memleket arası olmur. Ya qanlar arası olur, beləsi bir şey, milletler arası. Miqyasda standart bir sınava qovuşması və xaricdən öğrenci qəbulunu asanlaştıran siyasetlere asan kelimesi asanlaştıran, asan Farscadır. Bizdə var əlbəttə asan, yani asmaq, asanlaştıran ama yani rahat eləyən, qolay eləyən Türkçədə. Bu biraz burada Farslı keliməni işlətməkdə biraz sözüm ola bilər. Ama Farsı da hər halda bunu daha Türkçəsi özü qolaydır. Xüsusən ki bu saytda görürük ki, xarici lüğətlərdə rahatca işlədir, ehtiyacı yoxdur ki, məsələn, asan kəlməsini işlədir. Əlbəttə bilirsiniz, mütəəssifanə Türkiyədə bir mərisçilik var, Azərbaycan, Şimali Azərbaycanda da bu mərisçilik var. O da budur ki, Farsı dilin hər nə qədər bilsələr, fikirləmə ki, dünyada ən zəngin dil, bunu Türkiyəlilər mütəəssifanə, hətta ustadları belə, fikirləmə ki, ən zəngin dil dünyada Fars dilidir. Və hər kəs onu danışsa, əlbəttə bir növ kilas qoyurlar Fars dilinə. Necə ki, Azərbaycanda da belə, Şimali Azərbaycanda. Və vaqiyyətin desaq, Güney Azərbaycanlar bu üç ölkə içində, yəni Türkiyə, Şimali Azərbaycan və Güney Azərbaycan içində ən xalis danışan millət Güney Azərbaycanlılardır. Və mən iftixar edirəm ki, Güney Azərbaycanlıyam. Xaricdən öğrenci qəbulunu asanlaşdıran siyasetlərə dəstək olunması məqsədilə həyata keçirilən Türkçə yetenek sınavını 35 ölkədə toplam 41 nöqtədə eş zamanlı geçiriləcək. Hemen üstteki sözleri bir de dedi, biraz da izafe elədi, biraz da uzattı. Hemen iradlar var, cümlelerin uzunluğu, neçə tane məhfumun bir yerə gətirilməsi. Bu iraddır ki, bu website edildi. Mən normalda bu website'dan xəbər götürüb danışmaram, çünki bu website herfeyi bir website'dir, gərək belə bir iştibahlar olmaz. Amma bunun iştibahı çoxdur mütəəssifənə. 2 oturumdan ediləcək sınavın birinci oturumda oxuma, dinləmə və yazma, ikinci oturumda isə
danışma bacarıqları ölçüləcək. Baxın, orada ölçülmək sözü bu xəbərdə ən gözəl sözcük işlədi ölçülmədir. Yəni bu xəbərin əvvəlindən axirinə oxusaq, mən bu ölçülmə kəlməsinə görə bu xəbərə 100 verərəm. Çünki fəqət bu kəlməni çox gözəl işlədir. Amma cümləni diqqət edəsək, cümlənin feili ilə şeyi düz deyil. Baxın, deyir ki, 2 oturumda ediləcək sınavın birinci oturumu, 2 oturumda ediləcək sınavın birinci oturumunda oxuma, dinləmə və yazma. İkinci oturumda isə danışma bacarıqları ölçüləcək. Ölçüləcək. Biraz feil mənim nəzərimə düz gəlmir, amma gözəl, yəni fəqət orada sınavın gözəl. Heç buna çox da deməyin, çünki cümlələri qəşəng yazılır. Türkçe dil, bakın aha burada getirdi. Türkçe dil yeterliğini resmileştirmek isteyene dikkat buyurun. İsteyen. Bizim bu aynen çok müşkülümüz var. Bu əhələn çox müşkülümüz var. Yəni, bəzi kəlməmiz vardır ki, hər hərfidən sonra bir dənə ə var. Mən indi axtarıram ki, o yadıma düşsün, amma bir dərsdə gələcək, görəcəksiniz. Biz bu əyi, yəni h axarı ki, ə səsi verir, buna bir fikir qırmalıyıq. Çünki əvvələn bizim kəlməmizi bölür tez-tez. Çünki bir kəlməmiz bəzən 5 yerə bölünür. H axarı təsban ə yerinə işlənir. Bizim bir kəlməmizi 5 yerə bölür. Onun həm oxumasın, həm tələffüzün bizi çətinlədir. Mənim nəzərimə gəlir, əgər bunu heç olmasa yapışıq yazsaq. Mənim nəzərimə gəlir ki, heç olmasa bunu yapışıq yazsaq, dəsin deyək ki, istəyən, bəlkə ondan yaxşı olar. Əlbəttə, indi mən elə yazdım ki, çox kifir görsən, daha bu kifir görsəmliyinə görə mən bunu silim, dubarədən yazım. İstəyən. Məsələn, bunu, ya məsələn, bir dənə əlif, bir dənə bir əlamət yaratmalıyıq buna. Məsələn deyirəm, məsələn ha, bir dənə məsələn, elə də bir şey gərək yaradaq ki, bunlara yapışmaq imkanı olsun. Məsələn, mən zindanda əlifba düzəldirdim, məsələn, bir dənə dostuma düzəltdim, qaşıq əlaməti çəkəcəksən, bunu məsələn filan, bir dənə cümlə yazacaqsan, çəngəllə filan, Behman. Məsələn, bu olurdu bir dənə əlifba da, özü ixtisasi bir əlifbadır, biraz çətindir, amma ola bilər. İndi biz, məsələn, buna bir dənə əlifba, bir dənə bir səmbol düzəltməliyik. Ki, həm yapışıya, həm də bunu qəşəng görsədə. Bu, mənim nəzərimə gəlir ki, lazım olacaqdır. Çünki bu bizim kəlməmizi şey edir. Bir də ki, nəhayətdə bu H-dir da. Biz gələk bunu nəhayətdə H oxuyaq. Yəni, beno-i H oxunmalıdır. Ə oxunmaz. Ya E oxunmaz.
Namizədlərin iştirak etdiyi sınavda uğur qazanan namizədlərə namizəd kəlməsinə diqqət buyurun. Namizəd kəlməsi farscadır, nişanlanmaqdır. Burada da məsələn kandidlərə də namizəd deyirlər. Biz bunun yerinə bir şey tapmalıyıq, türkcəmizdə olmalıdır, ehtiyacı yoxdur. Biz bunu namizəd yazaq, bəlkə bunun yerinə bir kəlmə qoya bilərik. Pointlar. Poenlərinə görə B2, CIM1, CIM2 səviyyələrə Türkcə yetərlilik sənədi verilir. İndi poentlər nömrə. Yəni nömrə niyə yazmırıq? Yazırıq ki, point. Pointlar ya poentlər yoxsa yazaq nömrə də, nömrə bizə tanışdır, pointdən, point sözündəndir, point da ölçü anlamındadır və biz də nömrəni ölçü yerinə işlədirik, point da metrajda falan da, yəni point bir şeydir ki, nömrə üçün işləmir, hər şey ki, ondan ölçülər, ondan biliriz. Biz bunun yerinə ölçü qoya bildik, elə həman şeydir, ölçülərə görə 5-10 gündə işlədəndən sonra adət edəcək insanlar onu işlədəcəklər, gözəl göstərəcəklər. Əziz dostlar, çox təşəkkür edirəm. Buracan mənlə oldunuz. İnanıram ki, bir saata yaxında bura çəkdi. Bu xəbərin qalanı da vardı, amma bu xəbərdə bir şey fəqət müsbət olaraq, çox müsbət olaraq deyim. O kəlmələri içi gələn mürəkkəb yazılsınlar və bir-birinə yaxın olsunlar, amma bir-birinə yapışmasınlar. Onu dəqiqən hər yerdə müraat edin. Məsələn, baxın, Türkiyədə Türkcə yetənək yapışmayıbdır, amma bir-birindən də ayrıdır. Bəli, az qalır yapışsın. Sınavı nəticəsində ayrı-ayrıdır, amma bir-birinə yaxındır. Yəni, bir kəlməliği təqdir ki, məsələn, nəticəsində belə yazılsa, daha gözəl görsənir. Amma belə də yazıbdır, ayrı yazıbdır, yenə də görürsünüz ki, bir-birinə yaxındır. Yetərlik bəlgəsinə. Bu, bir cəhətdən də bizə yaxşı olur kəlmələrin mürəkkəbliyini də göstərir. Bunu da deyim ki, gözəl bir, yəni orasın, mən onu başarmıram, orasın, onlar başarıblar. Qərarlı ölçəşəm sizə deyəm, amma ölçəşməmişəm, başım ayrı bir şeyə məşğuldur. Çox üzr istəyirəm, amma gələn seriyə inşallah bu günləri ölçəşərəm və bu günləri bu işi qutarıq ki, gələn seri sizi o məsələdə görürəm. Çox təşəkkür edirəm sizə, xoş günlər arzulayıram. Gələn həftə səhşənbə günü sizi görmək ümidi ilə sağ qalın.